oğlan evi qız evi haqqında maraqlanır və onlar bir restoranda elçilik keçirirlər. Bəli. Qız evi təklif edir ki, bir restoranların birini tutaq və elçilik orada baş tutsun. Bunu eşidən oğlanın atası o qızı almaqdan imtina eləyir və düşünür ki, öz qonağını öz evində çağırmayan ailə bizə uyğun deyil. İndi bir sıra proseslər ocaqdan, evdən, ev mühitindən kənarda baş verir. Bu insanın xarakterinə də təsir edir. Sən artıq müəyyən situasiyaları kənardan kənara izləyirsən. Bir misal var, birine deyirlər ki, niyə indi münasibətlər korlanıb, əvvəl daha möhkəm idi. Adam cavab verir ki, keçmişdə cırıq corabı tikərdilər, indi isə atırlar. Bax, münasibətlər də dəyişib, Təvəkkül müəllim, hər mənada.